Salam değerli Nurlu Səhər TV izleyicileri. Ənənəvi olarak yine de hemşarımız Vacib Bey ile birgə hal-hazırki dönemde aktual problemlerden söhbət açmaq istəyirəm. Əvvəl dediyim kimi günümüzün əsas məsələsi olan gündəmi zəbt edən bir nömrəli məsələ bugün Azərbaycanda sosial yardım məsələsidir. Yaxşı, başa düşdük ki, əhalinin müəyyən gəlirlərini nəzərə alıb, uşaq pulu əvəzinə az təminatlı ailələrə sosial yardım nəzərdə tutub deməlidir. Anladıq hər birisini. Amma gəlin baxaq görək, bugün ünvanlı sosial yardım normal qaydada həyata keçirilirmi? Əsl düşməli olası adamlar ala bilirmi? Bunun üçün maliyələrin birinci səbəbi nədir? Torpaqdan söhbət gedir. Bir il müddətinə bu adam torpaq pulu ödəməlidir, sonra ünvanlı sosial yardım üçün müraciət eləməlidir. Bir il bu adamların ailəsi az qalmalıdırmı ki, bir il bu hər ay ödəsin, heç olmasa desələr ki, bir il müddətinə torpaq pulunu ödəsin, bu məsələyə baxılır. Bu bir il müddətinə uzatmaq gülüş məsələ deyilmi? Deyiləsi sözlər çoxdur, mən bir daha bunu qeyd edəcəm. Məsələ orasındadır ki, bu kətdə yaşayan kətçilərin əralda bir neçə dənə heyvanı olmalıdır. Biz artıq kətdə yaşayırıq, Türkiyədə yaşamırıq. Kətçinin də toğu olmalıdır, cüzəsi olmalıdır, bir-iki başqa oyun olmalıdır. Bu sosial yardım şöbəsindən gəlirlər yoxlamış üçün. Bunlar burada görür ki, bir major kimdə bir şey yaparlar. Əgər sənin 5 dənə toğun varsa həyatında, bu 5 dənə toğun biri eşidən sığortalanmıdır, insan belə sığortalanmıdır, toğun biri yıxılır, ölür. Bunlar növbətdə və gələndə deməli, görürlər ki, 5 dənə toğluq, 4 dənə toğluq. Məsələ orasında ki, heç yersiz deyil, bu bir gülüş vəziyyətdir. Yəni özlərin bunlar gülüş vəziyyətinə gətirirlər. Ki, toğun biri yoxdur. Qardaş, bu artıq bu bilsəm insanları, bilsəm nəsə insanlara kömək eləmək əvəzinə, bunlar daha çox problemlər yaradırlar. Daha problemləri bunlar özləri yaradır ki, bu insanlar ehtiyacı olan insanlardan geri söhbət. Bunlar sosial yardım ala bilməsinlər. Qaldı bu biz tərəfə gələndə Eldar mənim çox düzgün qeyd elədi ki, bəli, bir il müddətində torpaq pulunun ödənilməsi artıq bu nə qədər vaxt o ki, bu 6 ay müddətində bunun olması daha məqsədə uyğundur. Daha məqsədə uyğundur. Ona görə də Eldar mənim bu məsələlər... O da sizin şəxsi fikrinizdir. Məndən olsa, misal üçün, vətəndaş bir illik torpaq pulunu keçirmək imkanları əldə edə bilirsə, belə deyil də, biz niyə qeyri-səmimi olaq ki? Kimdənsə borc aldı, ödədi. Məqsəd nədir? Məqsəd bir illik torpaq pulunun ödənilməsi deyil. Kim istəməz ki, tutaq ki, alacağı var, borcu var kimdənsə. Kim istəməz ki, yerində həmin anda borcu alsın, dövlətə borcu var deyək də vətəndaşa. Həmin dəqiqə ödənsin, kim qabağa düşür? Alan adam qabağa düşür da. Niyə görə bir gözlətmək? Bu gözlətmək məsələsi o maneə yaratmaqdır. O insanların, belə deyək ki, inamını sarsıtmaqdır. Bu işdən əl çəkməsi üçün bunlara sadə dillə uzaqlaşması üçün stimul yaratmaqdır ki, vətəndaşlar cəhd eləməsinlər bu hərəkət. Burada bir gülüş məsələ də var ki, gəldilər, tutaq ki, yoxladılar, komissiyada nədir? Səbəb qoydular ki, 12 ay bu pul ödənməlidir. Yaxşı, vətəndaş bilirmi ki, hələ 12 ay az, sus, ondan bundan üzr istəyirəm, dilənib ailəsini saxlayacaq, 12 aydan sonra bu hələ müraciət eləyə bilər. Bu nə cür yanaşmadır? Ümumiyyətlə, hər kəs burada bir mənalı olaraq fikirləşir ki, əvvəl qeyd elədiyim kimi, əgər uşaq pulu verilmirsə, bir neçə uşaq olan ailə var ki, 5-6 uşağı var, sosial yardım ala bilmir. Bu yaxınlarda bir şeydə şahidi olduq ki, yaxın adamlardan deyilirdi ki, 3 uşaqlı ailələrə yoxlama gəlmir. Çox uşaqlı, özünüz bilirsiniz də, son dövrlər, əvvəllər 5 və daha artıq uşaq olanlar çox uşaqlı sayılırdı. İndi 3 və daha artıqdır.
üç uşaqlı ailələrə yoxlama komissiyası gəlməli deyil qanuna görə. Amma gəlir. Bu nə deməkdir? Xahiş edirəm ki, dövlətimiz vətəndaşın normal yaşaması üçün, uşaqların sağlam böyüməsi üçün şərait yaradıb. Bu şəraiti yerlərdə düzgün icra eləsinlər, vətəndaş narazı qalmasın dövlətdən, dövlət rəhbərliyindən. Hər halda mən inanmıram ki, Azərbaycan kimi bir dövlət, inkişaf eləmiş bir dövlət bu sosial yardım məsələsində insanların etimadını, ümidini qırar. Buna görə də biz bir daha qeyd edirəm ki, növbəti görüşlərimizdə bu mövzulara bir daha qaydacağıq. Bir daha təkrar edirəm ki, çox saylı insanların müraciətini nəzərə alıb, gündəmini cəbd edən bu sosial yardım haqqında, hər kəsin yaralı olduğu sosial yardım haqqında söhbət açdıq. İnşallah növbəti dəfə bir daha Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlayıb, onların münasibətini efirdə səsləndirəcəyik. Sağ olun. Sağ olun. Gələn görüşlərə qədər.